Sabahınız xeyir. R124'də xəbərlərin 19 buraxılışını izləyirsiniz. Elə efrimizə dünyanın gündəminin əsas xəbərləri ilə indi başlayırıq. Yaxın Şərqdə onsuz da kövrək olan təhlükəsizlik mühiti fonunda Vaşinqton və Tehran arasında ritorika yenidən pisləşib. Son açıqlamalar tərəflərin bir-birinə qarşı mövqelərində gərginliyin olduğunu göstərir. Regional risklərin artdığı bir vaxtda bu çəkişmənin hansı mərhələyə keçə biləcəyi isə sual doğurur. Məsələnin pərdə arxası məqamlarını və mümkün ssenariləri analitiklərlə birlikdə araşdırmışıq. İzləyək. ABŞ-İran münasibətlərində gərginlik yeni mərhələyə qədəm qoyub. Qarşılıqlı ittihamlar və sərt bəyanatlar fonunda region yenidən təhlükəli ssenarilərin mərkəzinə çevrilir. Tehran açıq şəkildə bildirir ki, Vaşinqton tərəfindən atılacaq istənilən aqressiv addım cavabsız qalmayacaq və yaxın şərqdə yerləşən Amerika hərbi bazaları legitim hədəf hesab olunacaq. Bu barədə parlament sədri Məhəmməd Baqir Qalibov deyib. Onun sözlərinə görə Tehran daxili sabitliyin pozulması cəhdlərini də xarici müdaxilə prizmasından qiymətləndirir. Ekspertlərin fikrincə bu cür bəyanatlar ABŞ-nin regiondakı hərbi mövcudluğuna birbaşa xəbərdarlıq olmaqla yanaşı İranın verdiyi geri addım yoxdur mesajıdır. Həm özünün daxili ictimaiyyətinə mesaj verir, eyni zamanda beynəlxalq ictimaiyyətə mesaj vermək istəyir ki, biz hər şeyə hazırıq və ABŞ qarşısından geri çəkilməyəcəyik. Reallıqda isə mən düşünmürəm ki, İran ABŞ-a zərbə endirmək gücünə malik olsun. Şərhçilər deyirlər ki, İranın yaxın şərqdə yerləşən ABŞ hərbi obyektlərinə zərbə endirməsi texniki baxımından mümkündür. Lakin bu ssenarinin praktiki icrası olduqca mürəkkəb və risklidir. Çünki belə bir addım təkcə Vaşinqtonla deyil, regionun bütövlükdə hərbi siyasi balansı ilə açıq qarşıdurma deməkdir. Görünür, Tehranın səsləndirdiyi açıqlamalar birbaşa müharibə niyyətindən yox, strateji xəbərdarlıq xarakteri daşıyır. İran bu mesajla ABŞ-yə açıq şəkildə bildirir ki, geniş miqyaslı qarşıdurma istəmir. Ancaq eyni zamanda vurğulayır ki, mümkün eskalasiya yalnız iki ölkə ilə məhdudlaşmayacaq. Bunun nəticələri isə Tehran üçün yaxşı heç nə vəd etmir. İran Orta Doğu ülkelerindeki Amerikan üslerini vurmasıyla birlikte büyük bir yalnızlığa sürüklenecektir. Özellikle Irak, Suriye, Katar, Bahreyn ve Kuveyt'teki askeri üsleri, Amerika'nın buradaki askeri üsleri bir hedef niteliği taşıyacaktır. Ve bu ülkelerle İran savaşmaktan ziyade büyük bir siyasi gerilimle, kaosla karşı karşıya kalacak ve bölgede yalnızlaşacak bir İran görebiliriz. Beləliklə, ABŞ və İran arasında sərtləşən ritorika yaxın şərqi yenidən risk zonasına yaxınlaşdırır. Tərəflər hələlik sözlərlə güc nümayiş etdirir, lakin bu cür bəyanatlar bölgədəki həssas balansı daha da kövrək hala gətirir. Siyasi şərhçilər hesab edir ki, qarşıdakı dövrdə əsas mübarizə döyüş meydanında deyil, siyasi və psixoloji təzyiq müstəvisində aparılacaq. Ancaq diplomatik kanalların zəiflədiyi bir şəraitdə hər yanlış addım region üçün geri dönüşü çətin olan nəticələrə yol aça bilər.